Salman müəllim haqqında çox danışmaq olar. Hələ o dövrdə mən qələbə qəsdində bir məqalə ilə çıxış etdim müəllim haqqında. Dedim ki, Salmanın qəhrəmanlıq yolu, döyüş yolu o dövr həm dövlət üçün, həm dövlətçilik üçün çox mürəkkəb bir dövr idi. O dövr Azərbaycanda ordu püxtələşməmişdi, ordu yox idi. Oğulları əskər aparırdılar, hərbi aparırdılar, müharibə aparırdılar. Təyinat uyğun gəldi, gəlmədi, istənilən yerə göndərirdilər. Amma o dövrdə yeganə kadr, mütəxəssis Salman müəllim idi ki, qırmızı diplomla Bakı Dövlət Universitetini qutarıb, o vaxtki dövlətimiz üçün, xalqımız üçün, millətimiz üçün gərəkli bir oğul idi. O riyaziyyat informatika müəllimi idi və tank əleyhinə idarə olunan raketni hərbidə o dövrdə baş leytenant kimi getmişdi. Döyüşlərin birində, xatirələrində yazır, deyirdi ki, mən onunla maraqlandım məqalə yazanda, ona görə onun döyüş yoldaşları dedi ki, yeganə kadr idi ki, yəni o idarə olunan raketi düzgün idarə edərək, dəfələrlə düşmənin neçə-neçə, məndə olan məlumata görə 8 tankını və nə qədər döyüş ordusunu, sursatını məhv etmişdi. Yenə deyirəm, o dövrdə Salman kimi şücaət göstərən oğlanlar milli qəhrəman adına layiq görüldü. Amma o dövrdə yenə deyirəm, dövlət və dövlətçilikdə parakəndəlik olduğuna görə onun bu qəhrəmanlığı, yəni milli qəhrəman kimi yox, amma cəsur döyüşçü kimi dəfələrlə pul mükafatı və fəxri fərmanla o dövrdə də layiq görülmüşdü. Salmanın həyat yolundan çox danışmaq olar, geniş danışmaq olar. Saatlarla danışmaq olar. Amma bir şey deyim ki, Salmanın ruhu bugün sevinir. Ona görə sevinir ki, qədri bilən Azərbaycan xalqı, Azərbaycanın igid oğulları, mərd oğulları, orta məktəbdən həyata atılan oğullar onun qanını yerdə qoymadı. Bugün Azərbaycan müstəqildir. Bugün Azərbaycanın bütöv ərazisi var. Bugün Azərbaycanın Qarabağ adlı neçə 90-cı ildən üzü bəri tutulmuş, şəhid olmuş, şəhidlik zirvəsinə ucalmış oğulların qanı alınıb. Ona görə ki, o torpaqlarda artıq Azərbaycan xalqı, Azərbaycan oğulları gəzir, Azərbaycan milləti gəzir və ona görə də Salmanın da arzusu, niyyəti, istəyi qorxmadan, çəkinmədən hər birimizin, ana bacımızın namusunu qoruyan oğullardan biri də Salman idi və bugün ruhu şaddır. Düşmən bu torpaqlarda gəzə bilmir, dolana bilmir, əmir verə bilmir, göstəriş verə bilmir. Çünki Salman kimi oğullar o qanları aldı və bugün də şəhid olan oğullarımız, şəhidlik zirvəsinə uzalan oğullarımızın hamısının ruhu şaddır. Mayor Orucov Novruzəli Hüseynoğlu, şəxsən Salmanı tanıyırdım. Ümumiyyətlə tək Salmanı yox, bu Səlyan cəmaatının və Pirverdi müəllimin ailəsi ilə, üzvləri ilə, deyək ki, hamısı ilə tanışdığımız olubdur. Salman həqiqətən də bizim müəllim qardaşımız düzgün qeyd elədi, riyaziyyatçıdır. Mən özüm tankçıyam, injinerəm. O da tank əleyhinə raket divizyonunun komandir müavini idi. Həqiqətən də çox savadlı bir zabit kimi özünü göstərmişdi. Bilirsiniz ki, tank əleyhinə
divizyonun komandir müavini olmaq bu elə belə balaca bir vəzifə deyil idi. Ora savadlı və uzaq görən, idarə edə bilən, şəxsiyyəti idarə edə bilən zabitlər təyin olunurdu. O cümlədən də Salman tutduğu vəzifənin öhdəsindən layiqincə gəlirdi. Biz onunla 702 saylı hərbi hissədə bir cəbhədə vuruşmuşuq vaxtilə. Mən onu deyim ki, bunun atdığı hədəf heç vaxtı sağ qala bilməz. Çünki tam dəqiqliyinə riyaziyyatçı kimi dəqiq bilirsiniz ki, tank əleyhinə artilleriyadır, raketlərdir. Bunlar hamısı riyaziyyatı mükəmməl bilən zabitlər tərəfindən idarə olunurdu. Əgər riyaziyyatı bilmirsənsə, başın çıxmırsa sən o komplekslərin heç birini idarə edə bilməzsən. Və bu Salman qardaşımız da o şeyi yüksək səviyyədə bildiyi üçün birdən-birə baş leytenant, divizyon komandirinin müavini təyin olunması bu özü də balaca bir vəzifə deyil idi. Əlbəttə, döyüş itkisiz olmur. Bizim qardaşımız həqiqətən də bunların hamısına, yüksək səviyyədə deyilən sözlərin hamısına layiq bir qardaşdır. Birverdi müəllim, siz bununla fəxr edə bilərsiniz. Və bilirsiniz ki, dövlətimiz, hökumətimiz də Salmanın qəhrəmanlığını yaddan çıxartmadı. Onun oxuduğu məktəbin, Yenikənd Tam Orta Məktəbinin adı verildi qardaşımız Salmanın adına. Yəni bu günlərim orada oxuyan şagirdlərimiz, az yaşlılarımız hamısı Salman haqqında yüksək səviyyədə fikirdədirlər və mən buna əminəm ki, orada oxuyan uşaqlar da hamısı qəhrəman igid oğlanlar olacaq, bax bizim Salman qardaşımız kimi. Ümumiyyətcə, Salyan rayonu ziyalılar rayonudur. Salyan rayonu çox böyük mütəxəssislər, çox böyük alimlər, çox böyük generallar, başda Əlağa Hüseynov olmaq şərti ilə tək Əlağa müəllimcinin nəslindən 5 general, 40-a yaxın zabit orduda xidmət edibdir və hal-hazırda da xidmət edirlər. Mən böyük məmnuniyyətlə bu məclisdə iştirak eləməyə özümə bir borc bildim və bugün də buradayam. Allah həmişə şadlıq qismət eləsin Salyan cəmaatına və xeyir işlərdə gələk. Rahat yat qardaşım, sənin qanın alındı. Başda Ali Başkomandanımız, möhtərəm cənab prezidentimiz İlham Əliyev olmaq şərti ilə o qanlar heç bir yerdə qalmadı. Allah cəmi bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Dostlar, icazə verin, mən də bir kəlmə söz deyim. Əvvəla, hər vaxtınız xeyir olsun. Bu günləri 15 iyun Milli Qurtuluş günüdür. Bütün xalqımızı təbrik edirik. Hüseyin Cavidin, dahi Hüseyin Cavidin bir gözəl misrası vardır. Kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Mənim əzlərim, 92-93-cü ilə yada salsaq, Azərbaycanın bugün mövcud olmayacağı fikirləri vardı. Azərbaycan bölünməliydi, parçalanmalıydı. Bir neçə yerə parçalanmalı, bilirsiniz, məndən yaxşı bilirsiniz. Və Salman Cəfərov kimi oğullar da həmin o proseslərin qurbanı oldular. Allah rəhmət eləsin. Biz Salman Cəfərovla bir sinifdə oxumuşuq. Mənim burada sinif yoldaşlarım var. Bir adı çəkmək istəmirəm, hamısı gəlməyənlər də var, doğmadılar. Doğrudan da Salman müəllim çox savadlı bir ailənin, savadlı bir övlad idi, doğrudan da. Məsələn, oxumadan artıq o bilirdi ki, nə olacaq, gələn dərsə hazır idi. Bakı dövlətdə oxuyanda da biz tez-tez görüşürdük, tələbə vaxtında tez-tez görüşürdük. Hər dəfə də Salman müəllim deyir ki, qardaş, narahat olun, mən gedib qiymətimi alıb gəlirəm. Qismət müəllim var, xatirədə, tələbəyə vaxtı biz bir yerdə çox münasibətimiz olub və Salman müəllim döyüşə gedəndə də mən gözəl xatirə, yəni bizim çox hörmətli generalımız danışdı, Səlmağa müəllim danışdı, haqqında məlumat verdilər. O bütün prosesləri mən içində olmuşam. Fürsətdən istifadə edib ailəsinə başsağlığı verirəm. Pirverdi mənim, başını sağ olsun. Bu bütün bizim hamımızın qardaşımızdır, bizim balamızdır. Allah ruhunu şad eləsin. Və eyni zamanda müəllim gözəl bir söz dedi, Novzə müəllim söylədi ki, onun atdığı, yəni snaryad, onun koordinatı heç vaxtı səhv ola bilmədi. Çünki dəqiq bilirdi. O sahəsini dəqiq bildiyinə görə çox gözəl. Sadəcə olaraq məktəb adına verilib çox gözəl, işlər görülüb çox gözəl, amma mən istəyərdim ki, biz təkrar Salman müəllimə bir fəxri ad verilməsi üçün müraciət olunsa, inanın, cənab nazir tərəfindən də bu münasibət müsbət olacaq. Mən sizə əmin edirəm, bu məsələlərə baxılır və Allah bütün şəhidlərin ruhunu şad eləsin. Necə bir də əziyyət çəkib bu İstanbula gəlmişsiniz. Allah sağ hamısının canı sağ olasın, çox sağ olun. Bütün ailəmiz adına sizə hamımıza minnətdarlığımızı bildirirəm. Şəxsən Novruz Əli müəllimə, general Novruz Əli müəllimə burada görəndə mən çox sevindim. Həqiqətən də doğrudan da gördüm ki,
ona yoldaşlıq eləmişlər. Halal olsun sizə. Yəni bu gün mən harasa bir həftədir vaxtda fikirləşim. Bu gün mən deyirəm çox gözəl gündür. Yəni birincisi Milli Qurtuluş Bayramımızdır. Salman Zəfərovun yəni ki 60 illik yubileydir ki, hansı ki əvvəldə qeyd edə bilmir. Plus şəhid olduğu gün bizdəki atamızın bu gündə dünyasını dəyişdiyi gündür. Allah hamısına rəhmət eləsin. Mən qısa onu deyə bilərəm. Dünyanın ən gözəl şəxsiyyətlərindən biri. Şəxsən Ulu Öndər Heydər Əliyev həmişə deyərdi. Həmişə deyər ki, arzum Azərbaycan torpaqlarının tam azad görmək. Azərbaycan torpaqları azad olacaq, Qarabağ torpaqları azad. Həqiqətən də o dediyi söz, yəni Allah ona qəni-qəni rəhmət eləsin, onun gözəl davamçısı Ali Başkomandan İlham Əliyev cənablarının bütün tapşırıqlardan yerinə yetirildi. Mən bu məsələyə baxanda, yəni Heydər Əliyev, Ulu Öndər, çox gözəl insan. O vaxtı 90-cı ildə bunu nəsə yazılıb. Salman dilindən ki, arzum Azərbaycan torpaqlarını tam azad görmək idi. Allah bunu xalqıma qismət eləsin. Dəfələrlə bunu dəyişmək istəmişəm. Sonra deyəcəm ki, deyəcəklər ki, bunu təzədən yazmışsınız. Doğrudan da mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin, Salmanın ürəyindən keçən arzuları Cənab Ali Başkomandan İlham Əliyev hamısı yerinə yetirdi. Əziyyət çəkdir, mövzu çoxdur. Sağ olun. Cənab generalınız başda olunuz, hamıza öz minnətdarlığını bildirəm. Sağ olun. Allah canınıza dəyməsin.